Nuray xanım, mənim babam illərin siqaret çəkən adamıdır, özü də çox əsəb stresli bir adamdır. Nə məsləhət görə bilərsiniz? Aha, ən çox rastlaşdığımız, aldığımız suallardan biri də məsələ bu siqareti tərk edə bilməmək problemidir. Bu problemin əslində qarşısını almaq o qədər də çətin deyil. Əslində sağlam bir iradə ilə hər şeyi yoluna qoymaq mümkündür. Bəlli niyə görə siqaret çəkirlər? Ya çox sıxılanda, ya çox əsəbi olanda, stressli olanda, depressiyaya düşəndə, əsasən bu kimi hallar yaşayanda bu siqareti çəkmək arzusuna düşürlər. Yaxşı, bəs bunun qarşısını necə almaq olar? Əlimdə gördüyünüz bu ikam məhsulu jenşen tərkiblidir və yerkökü unundan hazırlanmışdır. Gördüyünüz bu məhsulun balaca olmağına baxmayın. Bunun faydası olduqca böyükdür. Bu sizin əsəbinizi, stressinizi, nevrozunuzu, panik atak varsa panik atakınızı belə aradan qaldırmağa kömək göstərə biləcək bir vasitədir. Artıq bundan sonra siz stres yaşamayacağınıza görə heç siqaretə də ehtiyac duymayacaqsınız. Şəxsən mənim özümün siqaretlə bağlı, tərk etməklə bağlı ailəmdən aldığım çox gözəl nəticələr var. İstəyənlər olsa yazsınlar, onlarla da bu nəticəmi bölüşmək istəyərəm.